Salam, hər vaxtınız xeyir olsun. Bugün zamanlar mövzusunun qayda və tez izahlarına baxacağıq. Ümumiyyətlə zamanları yaxşı öyrənmək üçün sizin 3 addımınız var. Ən birincisi zamanların göstəricilərini öyrənmək lazımdır. Yəni zaman zərfləri deyək onlara, öyrənmək lazımdır. Həmin onlar da baxın bunlardır. İndiki sadə zamanın göstəriciləri, keçmiş sadənin göstəriciləri və s. Bunları əzbərləmək lazımdır. İkinci addım olaraq uzlaşmalar. Yəni uzlaşmalara fikir verməlisiniz. Yəni siz götürüb indiki ilə keçmişi uzlaşdıra bilməzsiniz. Həmin uzlaşmalar üçün də siz baxın bura fikir verməlisiniz. İndiki zamanın özləri məsələn əmizardır. Verbin birinci formatı məsələn go, həqiqətən birincidir. Nə bilim write birincidir. Ya da verbin axırında s də görə bilərsiniz. Məsələn play axırında s görmək, bu da indiki sadə zamanın göstəricisidir. Have indiki zamandır. Yəni bunların hamısını belə birlikdə yazmışam ki, əsas odur uzlaşdıranda, məsələn atıram have-dən, have görmüsünüz burada. Bununla məsələn arı yan-yana görsəniz, bilin ki, eynidir. Zamanlar uzlaşır, indikidir. Amma keçmiş zamanın ki, was were-dür, verb 2-dir. Verbin axırında id görə bilərsiniz. Məsələn, bayaq play-in axırına s yazmamışdım. Play-in axırına id yazanda da olacaq nə? Keçmiş sadə. Verb 2 bilirsiniz də, verb 1-dən verb 2-ni məncə ayırt eləyə bilirsiniz. Məsələn, write, verb 1-dir. Wrote isə keçmiş formatı. Və yaxud da ki, speak, spoke. Go, went. Qaydalı, qaydasız feillər ki var, məktəb dövründən də öyrəndiyiniz. Bax odur, qaydasız feillər sayılır o. Və gələcək zaman. Gələcək zaman da məlum məsələ shall və will şəklində olur. Qısaca apostrof l şəklində yazırlar. Daha sonra isə üçüncü qeydlər. Qeydlərimiz isə baxın buradadır. Ümumiyyətlə Loro dildə desəm, bağlayıcılardan sonra siz şəli, vili ilə də görməyəcəksiniz. Veni falan da görmürsünüz, daha doğrusu venindən sonra həbi, həzi də görmürsünüz. Amma ki, yenə də zamanlar bölməsində əsas bilin ki, bunlardan sonra sadə zamanlar gəlir. While var, while'dan sonra davam edici zamanlar. Davam edici zamanlarda bilirik də, əmizarı və ya was və üstəgəl feilin ing, ki var idi. Baxın, onları görməlisiniz. Daha sonra isə since. Baxın, yeganə belə deyim, qaydalardan çıxan, kənara çıxan budur. İndiki bitmişdən keçmiş sadəni uzlaşdırır. Nətər olur? İndiki ilə axı keçmiş uzlaşmırdı. Bir dənə bu since olan yerlərdə belə bir qayda var. İndiki ilə keçmişi uzlaşdırmaq məcburiyyətindəyik. Hətta uşaqlara belə öyrədirəm ki, since, uşaqlar sinsilik eləyir. İndiki ilə keçmişi uzlaşdırır. Normalda indiki ilə indiki, keçmişdən keçmişi uzlaşmalıdır axı. Daha sonra baxın bu, by və before. By və before özündən əvvəl istəyir keçmiş bitmişi. Keçmiş bitmişi də bilirik də yəqin ki, hədir. Bunu da uşaqlara belə öyrədirəm. Before əvvəl deməkdir axı, deməli həd əvvəldə gəlir. After sonra deməkdir axı, deməli sonra gəlir həqiqətən keçmiş bitmiş zaman. Baxın, belə yadınızda saxlasanız, məncə əsas nüanslar elə budur. Bunları yazdıqdan sonra, öyrəndikdən sonra testləri rahatlıqdan işləyəcəksiniz. Gəlin tətbiq eləyək bunu. 80 nə qədərsə sual olmalıdır. Yəni 20-yə kimi məncə rahatdır. Bu səhifədən başlasaq yaxşıdır. Buradan məsələn 22-ci sualdan başlayaq elə. Gəlin baxaq. İlk öncə burada nə görürsünüz? Last Monday. Last Monday hansı zamandır? Keçmiş sadə zamandır. Bunu öyrənmək lazımdır. Keçmiş sadə zamandır. Mən indiki bitmişdən danışmadım sizə. İndikidən danışmadım sizə. İndikidən danışmadım. Keçmiş lazımdır mənə. Həqiqətən də ya cedi, ya dedi. İndi ikinci tərəfə baxıram. Burada da görürəm already var. Mən already-ni harda öyrənmişəm? Bitmiş zamanlarda, düzdür? Deməli, mənim cavabım da bitmiş olmalıdır. C variantında iz bitmiş deyil də hər halda. Məcbur D variantını yazıram. Baxıram, görürəm, uzlaşıb mı? Bəli, V keçmişdi, bu da keçmişdi, nə gözəl, uzlaşıb. Deməli, doğrudur. Başqa sual, məsələn, 29-a gəlin baxaq. Burada nə görürəm? When görürəm, düzdür? When-dən sonra bu mürəkkəb olanlar gəlməməlidir. Yəni bu will gəlməz. Will gəlməz. Bu hədi də yığışdırıram. Onsuz da bu həd keçmiş idi, bu indiki idi. Onsuz da uzlaşmırdı. Yanlışdır. Ya A-dır, ya C-dir. Baxıram ki, A variantında bu keçmişdi, həd də keçmişdi. Uzlaşdı mı? Bəli. Elə doğru cavabım budur. Amma C variantında bu idi, keçmişdi. Tamam. Axı bu have indikidir. Olmaz axı, uzlaşmır. Deməli, doğru cavabımız elə nə olacaq? A bəndi. 30-cu sualda maraqlıdır. Baxın, burada nə görürsünüz siz? By. İndicə dedim.
By'dır, before'dur, özündən əvvəl istəyir. Nəyi? Hədi. Deməli, burada həd olmalıdır. Baxın, bu qaydanı bilməkdən bir dənə cavabınız gəldi. Siz bir də durub has indiki, arrived keçmiş deyib çıxana qədər, left keçmiş, arrive indiki çıxana qədər, indiki ilə gələcək hardasa uzlaşır uzlaşmağına. Amma, bir dəqiqə gəlim. Aha. Amma by onsuz da bağlayıcıdır. Özündən sonra will istəməyəcək axı. Yəni, bağlayıcı istənilən halda bağlayıcıdır və özündən sonra gələcək istəmir. Getdimi bu da? Y variantında gələcəklə keçmiş uzlaşmır. Yəni, biri var belə vaxt itirəsiniz, biri də var konkret qaydanı bilirsiniz ki, bu by'dan sonra həd gəlməlidir. Cavab da gəldi, çıxdı B variantı. Başqa, məsələn, nisbətən çətin görünən, məsələn, 25-ci sualı istəyirsiniz baxaq. Baxın, burada last night var. Last night, ən azından lastdan tuturam. Last hansı zamandır? Keçmiş sadə zaman. A variantı nə olsun ki keçmişdir? Bitmişdi axı. Mən keçmiş bitmişdən danışmıram axı. Ona görə deyirəm də, o 3 addım var idi. Ona görə deyirəm, zaman göstəricilərini öyrənmək lazımdır. Həz ümumiyyətlə yersizdir. Həz yersizdir. B, C, D-ni məncə hamı çıxar. Çünki indikidir. Last isə keçmişi göstərir. Last night, last week, last year fərqi yoxdur. Last varsa bilməlisiniz ki, bu keçmiş sadə zamandır. O da Y variantıdır elə. Başqa, məsələn, 33-cü suala gəlin baxaq istəyirsiniz deyib. Baxın, burada since də var. Gəlin elə bu since-dən oynayaq. Burada since var. Since-dən sonra görürsünüz özü qəsdən elə keçmiş sadəni yazıb. Baxın, since-lik eləyir. Keçmiş sadə ilə indiki bitmiş zamanı uzlaşdırır. Aydındır? Amma burada məsələ var. Burada ego var, düzdür? Ego varsa bizə nə lazımdır? Keçmiş sadə zaman, düzdür? Nə olur olsun keçmiş sadə zaman olmalıdır. A variantı ümumiyyətlə indikidir, getdi. B variantı keçmiş sadə deyil axı, would meetdir bu. Bu keçmiş sadə deyil. Bunu da yığışdırdıq. C variantı indikidir, dəxli yoxdur, olmaz. Ya dedi, ya yedi, düzdür? Həqiqətən də hər ikisi də keçmiş sadədir. Əla, bura kimi başa düşdük. İndi baxıram bura. Bu since sizdən sizcə indiki sadəni istəyər, yoxsa keçmiş bitmişi? Ən azından since'in bitmiş olduğunu bilirəm axı mən. Elə bitmiş zamanı götürüm də mən də indikini niyə götürüm? Həm də necə olacaq? Mən bura keçmişi yazım. Burada indikini yazım. Uzlaşmır axı. Ona görə məcbur D variantını yazdım. Başqa bu səhifədə nəsə görmürəm. Keçim növbəti səhifəyə. Burada məsələn 35-ə gəlin baxaq istəyirsiniz. Burada yenə when var. When-dən sonra mən bu mürəkkəblərə çıxmalıyam. Düzdür? A variantı will getdi. C variantı will getdi. Bura kimi əla. Sonra uzlaşdırmadan öncə buna baxaq already. Already də hansı zamandır? Bitmiş zaman. Deməli, bizə bitmiş zaman lazımdır. Baxıram, görürəm, ikinci tərəfdə bitmiş hardadır? Elə B variantı bitmişdi. D-də, Y-də. Nəsə eləyə bilmədim. Deməli, məcbur uzlaşdıracağam. Məsələn, B variantında, baxın, keçmiş zamandır. Bu hissə keçmişdir, həv isə indikidir. Keçmişlə indiki zaman uzlaşmır axı, yanlışdır. D variantı yenə keçmiş, həv də indiki uzlaşmır, yanlışdır. Y variantı. Yenə də fikir verirsiniz, uzlaşdırma ilə cavabı tapmaq olur. Başqa, məsələn, 41-ci suala baxaq. Baxın, burada nə görürəm? 4 years ago. Baxın, bu egonu gördüm. Ego hansı zamanda? Keçmiş sadə zaman. Keçmiş bitmiş yox. A variantı ümumiyyətlə indikidir, yanlışdır. C variantı indikidir, yanlışdır. Baxın, B variantı keçmiş bitmiş zamandır. Mən isə dedim ki, keçmiş sadə. Sadə olmalıdır, bitmiş yox. Ya D variantıdır, ya Y variantıdır. Uzlaşma ilə geçsək, baxın, məsələn, görəcəksiniz ki, burada keçmişdir, burada indikidir, deyəcəksiniz, qoy çıxım. Amma diqqətli olmalısınız. Axı, burada since var. Since zaten sizdən keçmiş sadə ilə indiki bitmiş istəmirdi. Ona görə Y variantıdır. Baxın, since-lik eləyir. Bir cümlənin içərisinə baxırsınız. Baxın, bu bir cümlədə siz since-i gördünüzsə, since-dən sonra, belə deyim, siz nəyi görməlisiniz? Keçmiş sadəni. Özündən əvvəl isə indiki bitmişi. Aydındır? Bu da eyni şeydir də. Yəni, since-dən sonra keçmiş sadəni yazmayıb, 2 dəfə əvvəl yazıb da onu. Əsas o da bu tərəfdə indiki bitmişi yazır. Siz onsuz da bu since-in əvvəlində indiki bitmişi görməli deyilsiniz. Bu da since-i yazmayıb bura. Özündən əvvəl indiki bitmişi yazmayıb mı? Deməli, doğrudur. Daha sonra, məsələn, 44 də asan suallardan sayılır. Buraxılış səviyyəsidir. Baxın, while yazıb. While-dan sonra was. Baxın, keçmiş zamandır. İndi keçmişdirsə, məcbur sən də bura keçmişi verməlisən də, düzdür. B variantı, D variantı, C variantı. Bunlar ümumiyyətlə indikidir, yanlışdır. Ya A variantıdır, ya Y variantıdır.
Baxın, while olan bağlayıcı keçmiş bitmişdə deyil. While olan bağlayıcı hər zaman keçmiş sadə və keçmiş davam edici zamanlarda olmalıdır. Ona görə doğru cavabımız A bəndidir. Keçək 37-ci suala. Baxın, burada looked var. Looked hansı zamandır? Keçmiş. Deməli, sizin cavabınızda keçmiş olmalıdır, düzdür? A variantında keçmiş uzlaşır qalsın. B variantı qalsın. C variantın will'di, axırında s'di. Bunlar indikidir, yanlışdır. Have indikidir, yanlışdır. Sim yenə indikidir, yanlışdır. Feilin sadə forması həmişə unutmayın ki, hansı zaman sayılır? İndiki zaman. Yanlışdır. Ya A-dır, ya B-dir. Fikir verirsinizsə, burada before var. Before hansı zamanı idi? Had olan, yəni keçmiş bitmiş zamanı istəyirdi. Özündən əvvəl. Baxın, before əvvəl deməkdir. Deməli, əvvəl istəyir. Doğru cavabımız olur nə? B variantı. Başqa bir dənəsinə baxaq. Məsələn, 39-cu suala. Baxın, burada nə görürsünüz? Ego yenə eyni qaydadır. Ego keçmiş sadə zaman istəyir. A variantı ümumiyyətlə indikidə əlaqəsi yoxdur. B variantı keçmişdir, amma bitmiş zamandır deyə yanlışdır. Y variantı isə indiki bitmiş zamandır deyə yanlışdır. Mənə keçmiş lazımdır. Ya C-dir, ya D-dir. Uzlaşdırmaya qalsa, əlbəttə ki, normalda keçmişdən keçmişi verməliyəm. Amma burada since var. Yenə də mən keçmiş sadə ilə indiki bitmiş zamanı verməliyəm. Ona görə D variantı. Başqa, baxın, bu before'lar 46-47 eyni tip sualdır. Baxmağa dəyməz. 42 istəyirsiniz, baxaq. Baxın, burada when var. When-dən sonra qaydamız nədir? Bu mürəkkəbləri çıxmaq lazımdır, düzdür? Mən ona görə A-nı, B-ni, Y-ni çıxıram. Baxın, bu when qaydası sizə 3-4 mövzuda lazım olacaq. İkinci hissədə xüsusən. Ona görə öyrənindən. Ya C-dir, ya D-dir. Baxıram, görürəm ki, C variantında keçmişdən keçmişi uzlaşdırıb. Nə gözəl, elə bu olacaq. D variantında keçmişdən indiki yeganə since olan yerlərdə uzlaşır. Başqa heç halda olmaz. Axı keçmişdən keçmişi uzlaşmalıdır. Başqa, məsələn, 58-ci suala baxaq. Baxın, after. After sonra deməkdir. Deməli, özündən sonra had istəyir. Düzdür? Amma uzlaşmaya da fikir vermək lazımdır. Baxın, məsələn, burada had-i yazdım. Tamam. Axı, bura have yazmağımın adı yoxdur. B variantı uzlaşır uzlaşmağına, sadəcə after bağlayıcıdan sonra will gəlməz. C variantı will gələcək, was keçmiş uzlaşmaz. D variantı after bağlayıcıdır, özündən sonra would istəməz. Məcbur Y variantını yazdım. İndiki ilə gələcək həqiqətən də uzlaşır. Mən də bilirəm after, belə deyim, bağlayıcıdır. Və özündən sonra hər zaman nə istəyir? Had-i istəyir. İndi had olan hal A variantındadır. Axı, A variantında mən istəsəm belə uzlaşdıra bilmərəm. Yəni, haddən have-i necə uzlaşdırım? Olmaz. Qaydadan kənara çıxdıq. Normal qaydada uzlaşdıra cavabı tapdıq. Başqa, demək olar, eyni tipdir. Məsələn, 52-ci sualda yet də var. Gəlin bunu deyim mən sizə. Baxın, 52-ci sualda fikir verirsinizsə, burada yet var. Bu yetdir, burada da when'dir. Baxın, when-dən sonra eyni qaydanı bura tətbiq edirəm. When-dən sonra siz bu will-ləri, mürəkkəbləri də yəni çıxdınız, getdi. D ilə Y getdi. Yet olan cümlədə isə həmişə bitmiş zaman olmalıdır. Deməli, yet həm bitmişi istəyir olsun, həm də ki, inkar istəyir olsun həmin o. Yəni, sənin bura qoyduğun, yəni bu hissəyə qoyduğun həm inkar olmalıdır, həm bitmiş olmalıdır. A variantı ümumiyyətlə bitmiş deyil. C variantı bitmişdir, amma inkar deyil. Salamatı B variantını yazmaqdır. Qeydlərinizi götürün, çünki yet vacibdir. İnkarı istəyir və bitmiş zamanı istəyir. Başqa, məsələn, yenə since-də 50-də, gəlin 51-ə baxaq istəyirsiniz. Baxın, burada nə var? Ego var. Ego hansı zaman oldu? Keçmiş sadə zaman. Deməli, sizə birinci tərəf keçmiş sadə olmalıdır. B variantı, C variantı, D variantı ümumiyyətlə sadə deyil. Ya A-dır, ya Y-dir. Bu tərəfdə də since var. Since isə hansı zamandır? Bitmiş zamandır. Bitmiş zamanda yeganə Y variantındadır. Doğru cavabımız Y. Həqiqətən də since indiki bitmişdən keçmiş sadəni uzlaşdırır və doğrudur. Başqa, məsələn, 56-cı suala gəlin baxaq. Baxın, burada by var. İndicə dedim, by hansı zaman idi normalda? Ümumiyyətlə, siz buna bir by'a bağlayıcı kimi baxın. Yesterday-də məlum məsələ keçmişliyi göstərir. Yəni, yesterday olan yerdə siz gedib gələcək zamanı yazası deyilsiniz ki, A variantını çıxıram. Çünki gələcəkdir. B variantı isə indikidir, çıxıram. D variantı indikidir, çıxıram. C ilə Y variantı arasında qalıram. Baxıram, görürəm ki, burada will var, yanlışdır. Will gələcək zamanı bildirir. Aydındır. C ilə Y arasında qaldım.
C-ni də çıxdım, Y variantını götürdüm doğru cavab kimi. Bu da belə. Başqa, baxım görüm hansı var? 59-a gəlin baxaq istəyirsiniz. Yenə afdə var burada. Afdə olduğuna görə, baxın, afdəni mən harda öyrənmişəm? Həm bir bağlayıcı kimi baxa bilərəm afdəyə, həm də bir baxa bilərəm afdə özündən sonra hədi istəyir axı onun kimi. Zaten baxsam həd yoxdur onsuz da burada. Bir dənə Y variantındadır. Y variantında da axı nə olsun ki, afdə özündən sonra həd istəyir? Uzlaşmır ki. Uzlaşmırsa mən necə götürüm onu? Yəni bu indiki zamandır. Bu isə keçmiş zamandır. Mən indiki ilə keçmişi necə uzlaşdırım? Olmaz axı. Yanlışdır. A variantı uzlaşır. Böyük ehtimal A variantıdır. B variantında nə olsun ki uzlaşır? Afterdən sonra will olmaz axı. Yanlışdır. C variantında will gələcək zaman, was isə keçmiş. Axı gələcəklə keçmişi mən uzlaşdıra bilmərəm. D variantı həm is indikidir, would keçmişdə olmaz, həm də ki afterdən sonra would gəlməz axı. Will necə gəlmirsə, would onun kimi gəlməz də. Deməli yanlışdır. Başqa, yenə before falanı bildik artıq biz. Keçin bu birisi səhifəyə. Yenə yet var 62-yə. Baxın, yet var burada. Başqa nə var? Heç nə. For 30 minutes də var. Bundan da baxa bilərik. Baxın, yet olan cümlə, yəni bax bu hissə həm inkar olmalıdır, həm bitmiş olmalıdır. A variantı nə olsun ki, inkardadır, bitmiş deyil ki. Y variantı nə olsun ki, inkardadır, bitmiş deyil ki. Yanlışdır. A-nı, Y-ni çıxdım, getdi. B, C, D arasında qaldım. İndi B variantı əslində uzlaşır. Elə böyük ehtimal B-dir. C variantı axı indiki ilə keçmiş zaman uzlaşmır. D variantı indiki ilə keçmiş uzlaşmır. Yanlışdır. 69-cu suala baxaq. Baxıram ki, 3 weeks ago. Baxın, yenə ego var. Ego hansı zamandır? Keçmiş sadə zaman. Deməli, mənim cavabım keçmiş sadə olmalıdır. C, D, Y ümumiyyətlə sadə deyil. Yanlışdır. İkinci tərəfdə də A. Baxın, since var. Yenə since mənə kömək edir ki, mən bura nə yazım? Bitmiş zamanı. İki variantımın ikisi də bitmiş zamandır. Amma since dediyim kimi sincelik eləyir. Keçmiş sadə ilə indiki bitmiş zamanı uzlaşdırır. A variantı. Başqa. Məsələn, 71-ci sual. Baxın, nə görürsünüz burada? Oy, after. Bir dənə mən bunu belə işarəliyim. Aha, after. Afterdən sonra həd gəlməlidir. A variantı hədi əvvəldə yazıb, səhvdir. Bu before olsaydı əvvəl gələrdi. Afterdən sonra ümumiyyətlə will yığışdırırsınız, olmaz. Afterdən sonra indiki bitmiş gəlmir, keçmiş bitmiş gəlir. D variantı isə ümumi after olan yerdə indiki bitmiş yazır və kobud səhvdir. B variantı isə doğru cavabımızdır. After, baxın, sonra deməkdir və özündən sonra gəlməlidir. Aydındır. Başqa, məsələn, 66-cı suala baxaq. Bu da maraqlı bir sual tipidir. Baxın, burada ən çox sizə kömək eləyən bu neither olacaq. Neither sanki inkardır, düzdür? İnkar cümlədirsə, bir cümlədə iki inkar olarmı? Əlbəttə ki, yox. Mən onda bu keçmişləri bəri başdan çıxım getsin. A getdi, B getdi, Y variantı getdi. C ilə D arasında qalmışam. Baxın, iki məqama fikir versəz alındıra biləcəksiniz məncə. Birinci tərəfin mübtədası bir şey ki, bu sənddir. Deməli, bu cəmdir. Xəbəri nə olmalıdır? Yəni, mübtəda cəmdirsə, xəbər də cəm olmalıdır. Amma D variantı tək yazıb yanlışdır. Want isə cəmdir. Ümumiyyətlə, bu arada feilin axırında olan S-lər təkliyi göstərir. İsmin axırında olan S-lər cəmdir. Unutmayın bunu da. C variantı doğrudur. Burada da neither olan hissə onsuz da xəbəri tək tələb eləyir deyə axırında S olmaq da normaldır. C variantı 100% doğrudur. Başqa, 74-ə baxın. Baxın, if bir bağlayıcı kimi görün və bağlayıcıdan sonra mürəkkəbləri çıxmalısınız. Mürəkkəb dediyim villərdir. Çıxdınız, getdi. A, B, C arasında qaldınız. A variantı, baxın, indikini yazdım bura. Axı, indiki ilə keçmiş zaman uzlaşmaz. B variantı, indikini yazdım. Axı, indiki ilə keçmiş uzlaşmaz. C variantı isə doğru cavabımızdır. Hə, desəz ki, orada göstərici yoxdur, olsun, o göstərici olmasın. Əsas ola uzlaşma ilə tapırsınız. Başqa, məsələn, 70-ə istəyirsiniz, baxaq. Əslində, lastiyə də bunu biləcəksiniz. 63-də biləcəksiniz, gəlin 63-ə baxaq onda. If var, yenə eyni qaydadır. If-dən sonra siz bu mürəkkəbləri çıxırsınız. Sonra da uzlaşmaya baxırsınız. Baxın, məsələn, bu if-dən sonra A variantında nə görürsünüz? Həd görürsünüz, düzdür? Amma burada belə bir məsələ var da. Bu ask olan hissəni complete the sentence bölməsində görəcəksiniz. Baxın, uzlaşmaya baxmalısınız. Prosta uzlaşma. Ask
indikidir, had keçmişdir. Axı indiki ilə keçmiş uzlaşmır. B variantında keçmişlə indiki uzlaşmır. C variantı uzlaşır, qalsın. D variantı has indiki, had isə keçmiş uzlaşmır. Y variantı keçmiş, indiki uzlaşmır. C variantı doğru cavabımızdır. Əsas odur if-dən sonra will çıxın. Çünki ikinci hissədə complete sentence bölməsi olacaq. Orada görəcəksiniz ki, if-dən sonra had gəlir, have gəlir. Yəni ona görə əsas uzlaşmaya biraz fikir verin. Keçək bu səhifəyə də baxaq. Məsələn, yet olan bölmələri dedim, məncə bilərsiniz. Məsələn, 79-a baxaq. Burada nə görürəm? 2 days. Düzdür? Bu tərəfdə nə görürəm? Usually. Uşaqlar, usually ümumiyyətlə hansı zaman qrupasına aiddir? Sadə. Yəni sadə zaman olmalıdır. A variantı davam edicidir. B variantı davam edicidir. C variantı bitmişdi, yanlışdır. Ya D-dir, ya Y-dir. Düzdür? Burada da baxın, for'dan sonra zaman anlayışı gəlibsə, deməli sizə bitmiş zaman lazımdır. Y variantı isə həqiqətən bitmiş zamandır və doğrudur. Başqa, baxın, 83-cü suala gəlin baxaq. Yenə də, baxın, for var burada. For'dan sonra görürsünüz zaman anlayışı gəlibdir. Deməli, bitmiş zaman olmalıdır həmin hissədə. Baxın, A variantı, B variantı qalsın. D variantında bitmiş yoxdur. Yəni, bu hissə lazımdır axı mənə bitmiş deyil. Y variantında da bitmiş deyil bu hissə. A, B, C arasında qaldım. Bu tərəfdə when var. Nəzərə alın ki, bu when'dən sonra nəyi yığışdırmalısınız siz? Mürəkkəbləri yığışdırmalısınız normalda. Amma yenə də complete sentence bölməsinə aid olduğuna görə mən heç eləyə bilmirəm. Baxın, A variantına məsələn keçmişdir. Bu da nədir? Have indikidir. Keçmişdən indiki axı uzlaşmır. Mən necə götürüm bunu? B variantı keçmişdən keçmiş düzsə. C variantı axı indiki ilə keçmiş necə olsun? Uzlaşmır axı. Came bilirsiniz də, come keçmişdə came olubdu. Yəni bu verb 1-dir, bu verb 2-dir. Uzlaşmır axı. Deməli yanlışdır. 82-ci suala da gəlin baxaq. For 2 hours. Yenə for'dan sonra zaman anlayışı gəlibdir. Deməli sənə lazımdır bitmiş zaman. D ilə yeni çıxdı, çünki ora bitmiş deyil. When var. When özündən sonra mürəkkəb istəmir ki, onsuz da heç biri mürəkkəb yazmayıbdır. Tamam. Direktor var burada. Bilirik də, direktor təkdə daxı. Təkdə olduğuna görə fiilin axırında S olmalıdır. Ki bu da S-i yazıbdır. Tamam, onu da ən son halda uzlaşdırıram bir-bir. A variantı indiki ilə keçmişi uzlaşdırmayıb yanlışdır. B variantı keçmişdən indikini uzlaşdırıb yanlışdır. C variantı isə həqiqətən də doğrudur. Keçmişdən keçmişi uzlaşdırmağı düzgündür. 75-ci suala da baxaq. Since var burada. Since olan yerdə unutmayın. Bitmiş zaman olmalıdır. Yəni bu hissədə bitmiş. Özdə hansı bitmiş? İndiki bitmiş. Ümumiyyətlə C variantı bitmiş deyil, yanlışdır. B variantı keçmiş bitmişdi, yanlışdır. Normal qaydada uzlaşdırsaq, burada da ego var. Egoda keçmiş sadəni istəyir axı, A variantı. Zaten bilirik ki, since olan yerdə keçmiş sadənin indiki bitmiş uzlaşacaq. Yəni mən də bilirəm, uzlaşma olmayıbdı A variantı. Məsələn, keçmişdi, həzisi indikidir, uzlaşmayıb. Mən də razıyam. Amma since axı bunu istəyir zaten. Since indiki ilə, yəni indiki bitmişdən keçmiş sadəni uzlaşdırır onsuz da. Belə, başqa da görüm nə çətin sayılır. Biraz 80-ə baxaq. Usually sadə zamandır. Dedim bunu elə. 79-dan eyni tipdə. Dedim, onda qalsın o. Başqa. 84-də də baxaq istəyirsinizsə. Nə görürəm burada? Burada if görürəm. Bu ifdən sonra will'i yığışdırdım. A, B, C arasında qaldım. Daha sonra uzlaşdırsam bir-bir salamatı uzlaşdırım. Come indiki, had keçmiş. Uzlaşdı mı? Xeyr, uzlaşmadı. B variantı come indiki, axırında idi deyil, keçmiş. Uzlaşmadı, salamatı C variantı. Həqiqətən də indiki ilə gələcək zamanı uzlaşır, bir problem yoxdur. Belə, məncə çətin sualların hamısı izah olundu. Bu qeydləri də məncə götürərsiniz, bu əvvəl yazın, bu zaman göstəriciləri. Bunu screenshot eləyərsiniz. Eləcə də bu bölməndə. Yenə deyirəm, əsas burada bu 3 qayda. 3 addımı bildiyiniz halda, yəni rahatda yazacaqsınız. Ümid edirəm faydalı oldu. İzlədiyiniz üçün təşəkkürlər.